sualda bizə 6 və B ədədinin əboblarını 2, əkoblarını isə 48 verib və deyir ki, B-ni tapın. Biz də bilirik ki, əbobu və yaxud da əkobu taparkən öncəliklə sadə vuruqlara ayırmalıyıq ədədləri. 6-na gəlin sadə vuruqlara ayıraq. 2, 3, 3, 1. Daha sonra B-ni ayırmalıyıq. B-ni ayırarkən diqqət etməli olduğumuz nüans əbobun 2 verilməsidir. Əbobu 2 veribsə, deməli ikisində də ortaq vuruq 2-dir. Buna da bir 2 yazıram. Digər sadə vuruqlarımı bilmirəm. Ona görə də bura bir K yazıram. K digər sadə vuruqların hasilidir. Bunu bir K ilə işarə elədim. Daha sonra gəlirəm əkoba. Əkobu taparkən nə edirdik? Böyük ədədi seçirdik. Tutalım ki, bizim böyük ədədimiz 6-dır. 6-nı seçirdik. 6-da olmayan sadə vuruqları 6-ya vurmalıydıq. İkisində də 2 var. 6-da hansı vuruq yoxdur? K. K-nı 6-ya vururam. Bərabər eləyirəm 48-ə. K-nı buradan taparkən 48-i 6-ya bölürəm. Cavabı tapıram 8. K 8-dir. B nəyə bərabərdir? 2 vurulsun K-ya. 2-ni vururam 8-ə və B-ni tapıram ki 16. B variantı. Buradan belə bir sual yarana bilər ki, bəs B ədədi böyük olsa, tutalım ki, B ədədimiz böyükdür. Onda nə edəcəyik? Onda yenə də həmin qayda ilə B-ni götürürük böyük ədəd kimi. B-də olmayan sadə vuruq hansıdır? 3. İkisində də var, 3 yoxdur. B-ni 3-ə vururuq və bərabər eləyirik 48-ə. B-ni də buradan tapırıq. 48 bölünsün 3, 16. Gördüyünüz kimi ikisində də eyni cavab aldıq. Yəni 2 yolla da gedə bilərsiniz.